Hər vaxtınız xeyir, dəyərli dostlar, həmkarlar. Mənim bu müraciətim əsasən işə götürənlərədir. Bu video material bir növ onlara müraciət, xitab şəklində hazırlanıb. Bilirik ki, əmək bazarı həmişə burulğanlıdır, turbulanslıdır. Hər zaman əmək bazarında müəyyən problemlər olur. İşçilərlə işə götürənlər arasında müxtəlif münaqişələr yaranır. Obyektiv və subyektiv səbəblərdən. Və mən bu müraciəti, bu video materialı niyə hazırlamışam? Qısaca onun səbəblərini deyim. Son aylar ərzində, təqribən 7-8 ay ərzində mənə bir neçə nəfər tanış, dost və yaxud keçmiş həmkar və s. müraciət edibdi. Və mən hüquqşünas olduğum üçün çalışıblar, məndən xahiş ediblər ki, onlara müxtəlif məsləhətlərimi verim. Və bu insanlardan bir neçəsi öz fikirlərini iddialarla möhkəmləndirməyə çalışıblar, bildiriblər ki, onlar əsassız olaraq işdən azad ediliblər. Başqaları iddia ediblər ki, iş yerində onlar üçün, onların təbirincə desək, dözülməz şərait yaradılıb, onlara müxtəlif psixoloji baskılar göstərilib və s. və ilə axır. Problemin hüquqi yolları bəllidir hər kəsə. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən işdən azad olunan və yaxud iş yerində hər hansı təzyiqlə filanla üzləşən vətəndaş, işçi qanunvericiliyin müvafiq müddəalarına istinadən öz problemlərinin həllini ya inzibati qaydada, ya da məhkəmə qaydasında həll etməyə çalışa bilər. Bu, onun hüququdur. Amma burada mən hesab edirəm, mən bu insanları da dinləmişəm və hesab edirəm ki, bu problemin sadəcə bir yolu yoxdur. Yəni, sadəcə problemin həlli hüquqla bağlı deyil. Qısa şəkildə işçinin işdən azad olunması zamanı hansı məqamlara, sosial, psixoloji məqamlara diqqət yetirilməlidir? Bunları sizin diqqətinizi çatdıracağım və ümidvaram ki, bu video material yardımcı olacaq həm işə götürənlərə, həm işçilərə ki, bu cür əmək mübahisələri yarandığı təqdirdə insanlar problemlərini sivil qaydada dövlət orqanlarının üzərinə əlavə yük qoymadan, məhkəmə çəkişmələrində vaxt itirmədən həll edə biləcəklər. Birinci, hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, əmək bazarı və insanların əmək hüququ Azərbaycan Respublikasının konstitusiyasında təsbit olunmuş, beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş ən önəmli, fundamental insan hüquq və azadlıqlarının təməlini təşkil edir. Məsələn, yaşamaq hüququ hər dönəmdə, hər dövrdə təbii ki, məsələn, əmək hüququna bilavasitə bağlıdır. İnsan hüquq və azadlıqlarının bir əsas şərti var, bir neçə şərtlər var. Onlardan biri bu hüquqların toxunulmazlığı, parçalanmazlığı, bölünməzliyidir. Yəni, insanların əmək hüququ, əgər məsələn, mən işə götürmüşəm insanları, hansısa bir şirkət rəhbəri olaraq, onların
işini sonlandırıramsa, əmək müqaviləsinə xitam verirəmsə, bu zaman onların yaşamaq hüququ da təbii ki, müəyyən qədər təhdid altında qalır. Ancaq məsələnin digər tərəfi də var. Əgər əmək şəraiti ağır, dözülməz, müxtəlif mənəvi, psixoloji gərginlik şəraitindədirsə, o zaman da insanın, işçinin və yaxud ola bilər hətta bəzi hallarda işə götürənin özünün həyatı yaşamaq hüququ təhlükələrlə üzləşir. Çünki bu, məsələn, deyək, ani insan ölümlərinin əsas səbəblərindən biri elə bu psixoloji, mənəvi gərginlikdir, stressdir. Və bunu nəzərə alaraq bir işə götürən əgər hər hansı işçi ilə işləməkdən çəkinirsə və yaxud işləmək istəmirsə və yaxud işə götürən hesab eləyirsə ki, işçi onun və yaxud onun şirkətinin, idarəsinin, müəssisəsinin tələblərinə cavab vermir, bu zaman məsələ ilk şərt ondan ibarətdir ki, səmimilik şəraitində məsələ araşdırılmalıdır və sivil qaydada işə götürən işçi ilə danışıqlara getməlidir. Səmimilik ilk ən fundamental şərtlərdən biridir. Müəyyən səbəblər ardıcıllığı silsiləsi hazırlanmalıdır və işə götürənin əsas vəzifəsi ondan ibarətdir ki, bu səbəbləri səmimi bir biçimdə götür-qoy eləsin və ikinci şərt əsaslandırsın həmən səbəbləri. Məsələn, işə götürən işçisinə deyə bilər ki, birbaşa olmasa da kadrların rəhbəri vasitəsindən, HR-lar, Human Resources, İnsan Ehtiyatları Departamentinin əməkdaşları vasitəsindən sivil qaydada danışıqlar təşkil oluna bilər və işçiyə izah oluna bilər ki, məsələn, bizim hal-hazırda sizi işlə təmin etmək gücümüz yoxdur. Səbəblər kifayət qədər müxtəlif ola bilər. Mənim təcrübəmdə olubdur. Əvvəllər çalışdığım bir, deyək, universitet həqiqətən də dərs saatlarının azalması səbəblərini öz HR departamentinin əməkdaşları vasitəsilə mənimlə müzakirə edib, kafedra müdürü vasitəsilə bunu mənim diqqətimə çatdırıb və mən də bunu tam səmimi, normal qarşılamışam. Çünki insanlar arasında rabitə, ünsiyyət onları digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Mən də anlamışam ki, adamlar dərs saatları kifayət qədər deyil və bunu mənə görə daha güzəştli insanlar var. Onlar işdən azad olması deyil. Və mən könüllü şəkildə ərizə təqdim eləmişəm və bu müqaviləmizə də xitam verilib. Amma mənə müraciət edən yoldaşların iddialarına görə, söylədiklərinə görə mən onların fikirlərinə əsaslanıram. Bildiriblər ki, onlarla heç kim heç bir söhbət aparmayıb və heç bir izah verilməyib. Hər hansı səbəblər əsas gətirilməyib. Və günün birində onlar işə gəliblər və onların işinə xitam verilib. Yəni, danışıqdan çox şey asılıdır. Səmimi izahatlardan, səmimi əsaslandırmalardan çox şey asılıdır. Mən əminəm ki, bu zaman o əmək mübahisələrinin, yəni bu yolla, bu metodla, yəni səmimilik mühiti şəraitində və bir də işçiyə səbəbləri əsaslandıraraq biz əmək mübahisələrinin bir çoxundan yayına bilərik. Üçüncü məqam, münaqişə yaratmamaq ən önəmli məsələlərdən biridir.
işə götürənlər, rəhbərlər, yəni idarə, şirkət, müəssisə və s. rəhbərləri həmişə buna diqqət zənnimcə yetirməlidirlər. Münaqişə yaratmağın müxtəlif forma, üsul, metodları var. Bu metodlar tükənməzdir. Hətta bu, məsələn, mənə müraciət edən şəxslərdən birinin iddiasına əsasən onun telefonuna işdən kənar saatlarda zənglər edilib. Bu zənglər də qoruma zəngləri olub. Adamı hansısa, deyək, qeyri-legal fəaliyyətlərə filana sövq etmək istəyiblər. Məsələn, ambardan mal çıxartmağa tanışlıqdan istifadə edərək axşam saatlarında onun telefonuna zənglər vurdurublar ard-arda dilə tutmağa çalışıblar və s. Bunlar təbii ki, işçinin iddialarıdır. Mən söyləmirəm ki, amma insanlıq, iddia etmirəm ki, bu doğrudur ya yalandır. Amma insanlıq halı hər birimizə bəllidir. Bəzən təəssüflər olsun ki, tarixdə də biz bunu görürük. Müxtəlif ədəbiyyat əsərlərində də bu şeylərə, filmlərdə də rastlayırıq. İşdə və işdən kənar münaqişələr yaratmaq yolu ilə işçidən bir növ xilas olmaq niyyətində olan işə götürənlər var. Münaqişə yaratmağın başqa bir yoldaşın iddiasına görə başqa bir növü xüsusilə maraqlıdır. O iddia eləyir ki, məsələn, mənə hətta yazılarını da göndərib, filanlarını, sənəd göndərib. İddia eləyir ki, mən çalışdığım, bu da bir özəl şirkətdir. Çalışdığım deyir idarədə haqqımda nüfuzdan salıcı məlumatları yaymaqla məni kollektiv arasında hörmətdən nüfuzdan salmağa çalışdılar uzun müddət. Hətta ona deyək, deməli, sonda deyir, iddiasına görə bunu işdən azad ediblər və işdən azad edəndə də təsəvvür eləyin ki, adamın o işdən azad olunması barədə əmirdə adam kişi cinsinə mənsubdur. Bunu filankəs oğlu əvəzinə filankəs qızı şəklində əmri rəsmiləşdiriblər. Mən dedim, bəlkə texniki səhvdir filan. O danışdı, dedi, yox, bu texniki səhv deyil, mən dəqiqləşdirmişəm, çünki haqqımda çox çirkin iddialar da yaymışdılar. Təbii ki, indi bir hüquqşünas olaraq mən insana təsəlli verməyə çalışdım ki, bu bəlkə texniki səhv olub, bəlkə dedik, xeyr, əminliklə söylədi ki, bu belə deyil. Əslində belə bir əmrin də bilirsiniz, yəni mahiyyət etibarilə qanuni baxımdan əsası yoxdur, çünki qanunvericilikdə o şərtlər var, o şərtlər əsaslı şərtlərdir. Şəxsin barəsində məlumatlar düzgün daxil edilməlidir, istənilən normativ hüquqi sənəddə. Yəni bu başqa bir işçinin söylədiyinə görə onu konfliktə cəlb ediblər. Deməli, işə gəlib, işdə o deyir ki, mənə dedilər, ərzən yaz, işdən azad olunursan, filan, mən etiraz elədim, dedim, filan, kiməsə zəng vururdum və s. və ilaxır. Və günlərin bir gün işə gələndə deyir, məni, bilmirəm, orada hansısa, kimlərsə, indi mən detallara getmirəm, deməli, konfliktə cəlb ediblər. Bunu da bilirsiniz, çox asandır. İnsanlar psixoloji baxımdan buna hazırlıqlı olmaq olmur və hazırlıqlı olsaz belə bəzi məqamlarda bu konflikt situasiyaları qaçılmaz olur. Xüsusilə də indi Azərbaycan mühitində söyüş, təhqir və s. olduqda.
Münaqişə yaratmamaq çox önəmlidir. Hər bir işə götürənin əmək qanunvericiliyinə əsasən tam hüququdur ki, əgər səbəblər varsa filan, bu səbəbləri əsaslandırsın və işçinin müqaviləsinə, bəs müqavilə nədən ötürüdür? Müqavilə ondan ötürüdür ki, siz əmək müqaviləsi bağlayırsınız və əmək müqaviləsinin də şərtlərinə əsasən əgər işçi çox, belə deyək, həddindən artıq ciddi, açıq, əsaslı, fundamental nöqsanlara yol verməyibsə, o zaman işçi ilə danışıqlara gedərək sivil qaydada onun deyək, azad olunmasının əsaslarını ona izah edərək siz onu işdən azad edə bilərsiniz. Nəzərə almaq lazımdır ki, əmək kollektivi son dərəcədə həssas bir mühitdir, sosial mühitdir. Əgər orada rəhbər və işçi arasında, əməkdaş arasında ciddi konflikt varsa, iş getməyəcək, etibarlıq olmayacaq, etimad mühiti olmayacaq. Və mən şəxsən özümü nəzərdə tuturam, əgər özüm işə götürən olsam, təbii ki, tələblərə cavab verməyəm. Mənim, deyək, əgər rəhbər olduğum müəssisədə o təkcə qanunda nəzərdə tutulan tələblərdən söhbət getmir. Sizin, deyək, sizdə etimad yaratmayan istənilən işçini, mən özüm işə götürən olsam, məndə etimad yaratmayan işçini müxtəlif əsaslarla, təbii ki, şərləmədən, dediyim kimi, münaqişə yaratmadan, o münaqişə yaratmağın növlərindən biri də şər atmaqdır. Məsələn, adamın sənədində oğlu əvəzinə qızı yazıb onu konfliktə cəlb eləmək. Məsələn, elementar misallardan biri budur. Ki, adam gələcək, qışqıracaq, dava salacaq və s. və ilaxır. Bunlar çox primitiv variantlardır. Amma təəssüflər olsun ki, indi bu əmək kollektivlərində belə şeylər olur. Növbəti məsələ. Kadr işdən gedir, siz onu işdən azad edirsiniz. Mən məsələn özümü deyirəm, işə götürən olarsam, işdən azad edəcəyim əməkdaşın gələcək karyera həyatına kölgə salacaq, problem yaradacaq əməllərdən çəkinərəm. Buna ehtiyac duymaram. Mənə müəyyən bir sahə həvalə olunub, müəyyən funksiyalar, vəzifələrin icrası həvalə olunub. Mən o timeline, yəni konkret olaraq müəyyən bir zaman, vaxt çərçivəsində o işləri görməliyəm və funksiyalar, vəzifələri yerinə yetirməliyəm. Bu işçi mənim bu işləri yerinə yetirməyim üçün mane olur. Mən onu azad edirəm. Dediyim kimi, səmimi mühitdə səbəblər gətirərək. Məsələn, elementar izah edə bilərsiniz ki, biz işləyə bilmirik. Yəni, səbəblər müxtəlif ola bilər. Qanunda nəzərdə tutulan səbəblər ola bilər, amma yazılmamış qaydalarda mövcud səbəblər də ola bilər. Və münaqişə yaratmadan kadrın hətta gələcək karyerasına töhfə vermək şərti ilə və yaxud ən azından töhfə verməsəz də mane olmamaq şərti ilə mən işçini yəni azad edərəm işdən. Və növbəti şərt, növbəti məsələ problemlərin hər zaman hüquqi həlli çərçivələrini aşmamaqdır. Münaqişə yaratmaq bu hüquqi həll çərçivələrini tapdamaq deməkdir. Bu məsələyə də xüsusi diqqət yetirilməlidir. Əmək qanunvericiliyi kifayət qədər belə deyək, elastikdir. Güzəştli şərtlər və onların siyahısı xarici olmaqla, istisna olmaqla digər şəxslərə münasibətdə siz bu əmək məcəlləsinin müxtəlif müddəalarını tətbiq edərək sizin tələblərə cavab verməyən işçini azad edə bilərsiniz. Hansı şərtlərlə? Onları mən qısa sadaladım. Həmişə məsələ səmimi olmalıdır. Məsələn, bizdə dədə-babadan da bu qayda var.
biz işləyə bilmirik. Yəni, müxtəlif, məsələn, sizin, deyək, bəlkə sizə kimsə baskı edir, təzyiq altındasınız ki, bu işçi azad olunmalıdır. Təəssüf olsun ki, cəmiyyətimizdə belə şeylər var. Dünyanın hər yerində var. Dünyanın hər yerində belə şeylər var. Açıqlaya bilmirsiniz, amma başqa bir səbəb və yaxud səbəblər silsiləsi gətirə bilərsiniz. Mən deməli, əgər kimin bu səbəbləri gətirmək və o səbəbləri əsaslandırmaqla bağlı problemləri varsa, bir hüquqşünas olaraq xidmətinizdə hazıram. Ödənişli şərtlərlə təbii ki. Əlbəttə ki, bu bir zarafatdır. Mən bilirəm ki, Azərbaycanlı olasan, bu səbəbləri tapıb əsaslandıra bilməyəsən, bu mümkün deyil, təbii ki. Elə dünyanın başqa yerlərində də bu mümkündür. Və dediyim kimi, səmimi bir mühitdə işçi ilə söhbət edərək, kommunikasiyanı, ünsiyyəti düzgün quraraq, izah edərək, səbəbləri əsaslandıraraq, münaqişə yaratmadan, əlavə qeyri-hüquqi, qeyri-legal, mən bir neçə misal dedim, məsələn, zəng vurdurub onu hansısa bir, bunun geri dönüşü ola bilər və yaxud onu nüfuzdan salmaq. Bu çox primitiv və çox qeyri-legal, hüquqa zidd variantlardır. Və təbii ki, indi imkanlarım daxilində sizlə yola getmir, etimad göstərmirsiniz, sözünüz çəpləşib və s. və ilaxır. Sizin kollektivdən gedir, bu başqa kollektivdə adamın başqa bir yerdə özünə iş tapa bilsin, çalışsın, ailəsinin uşaqlarını dolandırsın. Və yenə də deyirəm, hüquq bu məsələdə digər dəqiq və qeyri-dəqiq elmlərin, yəni məsələn, sosiologiyanın, psixologiyanın qanunlarına əsaslanır, nəzəriyyələrinə əsaslanır, metod üsullarına əsaslanır ki, bax, bu problemləri də hüquqi çərçivədə həll edəndə siz həm də məsələni psixologiyaya, sosiologiyaya uyğun şəkildə həll etmiş olursunuz dolayısıyla. Bu qədər. Ümidvaram ki, çox yorucu olmadı və yenə də bilirəm, bəlkə də bəzilərinə mənasız görünəcək, amma bu məsələ həqiqətən də çox ciddi məsələdir. Mən təsəvvür edin 7-8 ayda bir neçə, ona yaxın insan ki, mənə müraciət edibdi. Hesab edirəm ki, məhz bu məsələni nəzərə alaraq mən belə bir video material yaydım. Xahiş edirəm, bəyənin, paylaşın, qoy mümkün qədər çox adam izləsin. Xüsusilə də işə götürənlər, eləcə də işçilər ki, bəlkə bir faydası ola. Və işçilərə də müraciətim ondan ibarətdir ki, əgər bir kollektivdə bu kimi hallarla üzləşirsinizsə, mən tək-tək o adamların hamısına da demişəm, burada heç bir iş sizin həyatınızdan önəmli deyil. Heç bir, deyək, əmək kollektivi və yaxud heç bir əmək prosesində hər hansı bir işdən zorla yapışıb, orada vuruşub, çalışıb, dalaşıb qalmaq, bu mümkün olan şey deyil. Bəzi adamlar bu cür doğulurlar və yaxud bu cür formalaşırlar. Onlara da bizim cəmiyyətdə demagog deyirlər. Ondan buna söz aparsın, bundan ona söz aparsın, çalışsın, vurursun. Get, məsələn, hansısa bir, deyək, rəhbər, aşağı rəhbər vəzifədə olan şəxs getsin, işçini daim şərləsin yuxarı rəhbərliyin yanında və yaxud işçi getsin, digər işçiləri və yaxud müəyyən rəhbər şəxsləri getsin, şərləsin. Bu cür xarakter xasiyyətli olan insanlar var. Bunlar istisna olmaqla. Sivil, nizam-intizamla, savadlı insanlar bir-birinlə elə bilirəm ki, dil tapa bilər və bax, bu cür əmək mübahisələri də hüquqi çərçivələrdə, lakin rəsmi hüquqi çərçivələrə çıxarılmadan həllini tapa bilər.
Bu qədər. Diqqətinizə görə təşəkkürlər. Hər birinizə bol ruzi bərəkət və arzuladığınız işləri, əmək fəaliyyətini arzulayıram. Təşəkkürlər.